Masajlarda çox qəşəng. İncəliyi, sümüklərin qalınlığı zadı qəşəng. Nəfəs almanız da qaydasındadır? Ha, indi biraz hələ ki tutmur. Qan kimi nəsə yığılır yəni. Normaldır. Təzə gipsdən aldıq. Çox təbii olub. Bəli, üzünə yaraşan təbii olubdur. Xeyirli uğurlu olsun Xuraman xanım. İndi biz nə edəcəyik? Mən flasterləyəcəm. Bir həftə boyunca flaster duracaq burnunuzda. Okeymi? Burnunuz xeyli çox dəyişdi. Sanki başqa bir insanlar. Doktor, bu kaydıraklı burunları niyə məsləhət görmürsünüz? Bax, burunun belini incəldirlər. Bax, bu qaydada incəldirlər. Çox Aşırı dərəcədə yüksəltmək burnun funksiyasını pozur. Nəfəs almağa ciddi problemlər törətdiyi üçün çox tavsiyə eləmirəm. Bir də zaten üzə çox sünilik verir o tür burunlar. Yəni o dərəcədə şey olması da lazım deyil. Nəfəs alma problemi də yaradır. Bir müddətdən sonra başlayır baş ağrıları. Nə bilim, beyinə hava getmir. Bax, bu belə bir problemlər yaşayır. Parmağınızı gətirin. Çox qəşəng olub ha, həqiqətən Xuraman xanım. Xeyirli uğurlu olsun. Yəni bu belə bir şey söyləyim. Burun ucunuz oturduqca, şişlik çəkildikcə çox daha təbii və qəşəng oturmağa başlayacaq. Çox gözəl. Gözəl gününüz olsun dəyərli izləyicilərimiz. Hamı çox bəyənib Xuraman xanım.